Vaxtınız xeyir olsun. Gəlin qəbula düşmüş bir sualın izah ilə tanış olaq. Sualda deyir ki, 2 kiloqram kütləli maddi nöqtə çevrə boyunca 3 metr bölünsün saniyə sürətlə bərabər sürətdə hərəkət edir. Dönmə bucağı 180 dərəcə olduqda cismin impuls dəyişməsinin modulunu hesablayın. Bizdə çevrə deyən kimi və dönmə bucağında 180 dərəcə olduğunu deyən kimi ağlımıza təbii olaraq yarım bir periodda impulsun dəyişməsi nəyə bərabər edir, tam bir periodda impulsun dəyişməsi nəyə bərabər edir, onlar gəlməlidir. İndi burada 180 dərəcə hansı perioddur? 180 dərəcə 360-ın yarısı olduğuna görə, yəni periodun yarısıdır. T bərabərdir T bölünsün 2-də bizdən impulsun dəyişməsini soruşur. T bərabərdir T bölünsün 2-də də bizim impuls dəyişməmiz, yəni delta P'miz 2mv'yə bərabər edir. 2mv'yə bərabər edir. İndi mən buradan delta P'ni tapmaq istəsəm, 2 vurulsun m 2'dir, v də neçədir? 3'dür. Oradan deyəcək 2 2 4 4 3'ündə 13, yəni cavab Y variantı. Yox, 180 dərəcə verməsəydi, məsələn 90 dərəcə versəydi, 90 dərəcə periodun hansı hissəsi idi? T bərabərdir, T bölünsün 4 idi, düzdür. T bölünsün 4'də də bizim impuls dəyişməmiz nəyə bərabər olurdu? MV kök adda 2. MV bölünsün kök adda 2 kimi hesablaya bilərdik.